Dövlət Sosial Müdafiə Fondunun hər zaman əhaliyə gözəl sürprizləri olur və biz də onlarla əməkdaşlıq edirik. Nəsə yenilikləri olursa biz onları mütləq insanlara çatdırırıq və bugün bura Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssisi, çox yaxşı tanıdığımız Fariz İlyasov təşrif buyurub. Buyurun Fariz bəy. Xeyir olsun Dilarə xanım, siz başda olmaqla qonaqlarınızı da salamlayıram. Əkbər bəy və bizim gözəl müğənnimiz Xatun xanım və əlbəttə ki, bizi izləyən bütün tamaşaçılarımızı Dövlət Sosial Müdafiə Fondunun adından və Sosial Tərəfdaş layihəsi adından salamlayırıq və bugün burada olmağımızın çox özəl bir səbəbi var. Çünki bu layihənin ictimailəşməsində göstərdiyiniz şəxsi təşəbbüsünüz dolayısıyla dəstəyə görə, ictimailəşməsində, xalqı maarifləndirməsində iştirakınıza görə biz sizə xüsusi təşəkkür etmək istəyirik. Və təşəkkürə keçməzdən əvvəl mən istəyərdim ki, bizi izləyən tamaşaçılara kimin ki məlumatı yoxdur, qısa olaraq biz məlumat verək ki, biz nədən danışmışıq, siz nədən danışmışsınız və biz nəyə görə buradayıq. Bildiyiniz kimi artıq 2 ildir ki, Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə Respublikamızda sosial həssas qrup insanlar üçün, bunlar kimlərdir? Qazilərimiz, şəhid ailələri, müharibə iştirakçıları, daha sonra yaşa görə, əlilliyə görə pensiya alan şəxslər, təqaüdçülər, ailə başçısını itirdiyinə görə sosial müavinət alan şəxslər, ümumilikdə Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan bütün, belə deyək, hər kəsə şamil olunur bu layihə. Ona görə də diqqətlə dinləyin hazırda deyəcəklərimi. Xüsusi seçilmiş marketlərdə, apteklərdə, klinikalarda və digər müəssisələrdə həmin bu kateqoriyadan olan insanlar üçün əlavə xüsusi endirimlər təşkil olunub, təklif olunub. Ona görə də bu endirimlərdən necə yararlana bilərsiniz? Bu haqda qısa məlumat verim. E-sosial mobil tətbiqi var. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi tətbiqidir. Yüklüyürsünüz mobil telefonunuza və qeydiyyatdan keçərək, orada da qeydiyyatdan keçməyin bir neçə üsulu var. Şəxsiyyət vəsiqəsi ilə, sima imza ilə və s. Orada sizin üçün tətbiqin daxilində xüsusi endirim barkodu aktivləşir. Həmin endirim barkodunu seçilmiş həmin marketlərdə, apteklərdə, klinikalarda təqdim edərək siz 2%-dən 40%-ədək endirimlərdən yararlana bilərsiniz. Qeyd edim ki, bu endirimlər həmin müəssisələrdəki daxili endirimlərdən əlavə təqdim olunan endirimlərdir. Yəni orada marketin daxilində xüsusi endirim varsa, bunu təqdim edərək ondan da əlavə endirimdən yararlana biləcəklər. Çox gözəl. Bəli, və əgər sizin üçün qaranlıq qalan məqam varsa, əziz tamaşaçılar, ola bilər ki, çətin olur onlar üçün yükləmək və s. Bu zaman bizim qaynar xəttimizlə mütləq əlaqə saxlasınlar. Telefon nömrələri hazırda ekrandadır. Dəstək olmağa hər zaman hazırıq. 010 712 73 12 nömrəmizi qeyd eləyin. WhatsApp üzərindən yaza bilərsiniz, zəng eləyə bilərsiniz